Salam, hər vaxtınız xeyir olsun, hörmətli müəllimlər. Mən Teymur Abdullayev, kimya müəllimi. Sertifikasiya və müəllimlərin işə qəbulu üzrə hazırlaşan müəllimlərə dəstək məqsədli məhlullar mövzusundan bir neçə suala baxaq. Başlayaq birinci sualdan. 500 qram 20% kalium hidroksid məhlulunda olan suyun 1/4 hissəsi buxarlandırıldıqda alınan məhlulda kalium hidroksidin kütlə payını faizlə hesablayın. 500 qram 20%li məhlul var əlimizdə. 500 qram 20 faizli. Burada nə qədər həll olan var? 100 qram. 500-ün 20 faizini tapdıq. 100 qram kalium hidroksid var. 500-ün 100 qramı həll olandırsa, deməli 400 qram da su var. Suyun 1/4 buxarlandırılır. 400-ü 4 yerə bölüb 1 payını götürsək 100 edər, düzdürmü? Deməli 100 qram su buxarlanıbdır. Əlimizdə nə qədər su qalacaq? 300 qram. Nə istəyir bizdən? Alınan məhlulda kalium hidroksidin kütlə payını faizlə hesablayın. Kütlə payını tapmaq üçün həll olanı bölürük məhlulun kütləsinə. 100 qram həll olan, 300 qram da su var idi. Məhlulumuz 400 qram olacaq. Vuraq 100-ə. Bu da edər 1/4, yəni 25%. Doğru cavab A bəndi. 400 qram 49%li sulfat turşusu məhlulu hazırlamaq üçün kükürt trioksid üzərinə neçə qram su əlavə etmək lazımdır? Məsələni daha yaxşı təsəvvür etmək üçün gəlin belə bir qab çəkək. Təsəvvür edin ki, bu qabın içərisində 400 qram məhlul var. Və o 400 qramın 49%-i sulfat turşusudur. 400-ü 49-a vurub 100-ə bölsək, 196 qram sulfat turşusu var deyərik. Düzdür? Məsələnin şərtində bizdən istəyir ki, bu qaba kükürt trioksid əlavə etmişik. Qabda neçə qram su olub ki, kükürt trioksid əlavə etdikdən sonra 196 qram sulfat turşusu alınıbdır. Biz suyun miqdarını tapmalıyıq qabda. Bunun üçün bu qapıdan giriş edə bilərik ki, kükürt trioksid su ilə reaksiyaya girdiyi zaman alınır sulfat turşusu. Diqqət edin, 80 qram istifadə etdikdə 98 qram sulfat turşusu alınır. Əgər qabda 196 qram sulfat turşusu varsa, neçə qram kükürt trioksid əlavə edilibdir qaba? Buradan tapa bilərik. 2 dəfə çoxaltdıq, 160 qram. Deməli, 400 qram məhlul var. Biz bilirik ki, 160 qram kükürt trioksid əlavə etmişik. 400-ün 160-ı kükürt trioksiddirsə, yerdə nə qalır? 240 qram. Deməli, 240 qram da su var imiş qabda. Ona görə doğru cavab Y bəndi olacaq. M qram 36%li məhlula N qram su əlavə etdikdə 20%li məhlul alınır. N böl M nisbətini hesablayın. Deməli, əlimizdə M qram 36%li bir məhlul var. O məhlula N qram su əlavə etdik və məhlulda qatılıq 20% olubdur. İndi biz N böl M nisbətini müəyyən etməliyik. Bu sualı daha rahat həll etmək üçün diaqonal üsulundan istifadə edə bilərik. Düşünün ki, əlimizdə M qram 36%li bir məhlul var. Ora N qram su əlavə edirik. Su əlavə etdikdə orada qatılıq 0% olur. Düzdür? Ona görə 0% yazacağıq və alınmış məhlulda qatılıq 20% olubdur. Gəlin, böyükdən kiçiyi çıxaq, qarşıya yazaq. 36-dan 12-ni çıxdıq, edəcək 16. 20-dən 0-ı çıxdıq, edəcək 20. 20 nəyin qiymətidir? M-in. 16 nəyin qiymətidir? N-in. Bizdən nə istəyir? N böl M-in qiymətini. N 16-dır, M də 20-dir. 16 böl 20, 0,8 edər. Doğru cavab A bəndi. Müəyyən temperaturda maqnezium sulfat suda doymuş məhlulunda 31 oksigen atomuna 50 hidrogen atomu uyğun gəlir. Həmin temperaturda maqnezium sulfatın həll olma əmsalını hesablayın. Var əlimizdə maqnezium sulfat və bir də su qarışığı. Biz bunların molunu bilirik, bilmirik. Ona görə birinə X mol, digərinə Y mol deyək. Ancaq bildiyimiz dəqiq məlumat var ki, 31 oksigen atomu var və 50 hidrogen atomu var. Oksigen atomu 4x burada və Y də burada. Bunların cəmi 31. Hidrogen atomu isə sadəcə suyun tərkibində var deyə 2Y götürək. 2Y. Bunu da 50-yə bərabər edək. Buradan Y-in qiymətinin 25 olduğunu görürükmü? Gəlin, bu yuxarıdakı tənlikdə Y-in yerinə 25 yazaq. Nə olacaq?
4x üstəgəl 25 bərabərdir 31-ə. Buradan 4x bərabərdir 25-i sağa keçirəndə 6-ya, x də bərabərdir 1/5-ə. 1/5 nə oldu? Maqnezium sulfatın molu oldu, düzdür? Maqnezium sulfat. Və gətirin burada x-in yerinə 1/5 yazsaq, 4-ü 1/5-ə vursaq eləyəcək 6. 31-dən də 6-nı çıxsaq y-in qiymətini tapacağıq 25. 25 nə olacaqdır? Suyun molu. Bizdən nə istəyir? Maqnezium sulfatın həll olma əmsalını. Bunları kütlələrini tapaq. 1/5-i vuraq 120-yə, edəcək 180 qram. 25-i də 18-ə vursaq, edər 450 qram. Həll olma əmsalını istədiyi üçün KH bərabərdir. Həll olanın kütləsi 180 qram. Həll edicinin kütləsi 450 qram. Vuraq 1000-ə. Buradan da doğru cavabımızın 400 olduğunu müəyyən edirik. 178 qram 10% natrium hidroksid məhluluna 23 qram natrium əlavə edilmişdir. Alınmış məhlulda natrium hidroksidin kütlə payını hesablayın. Məsələni daha rahat təsəvvür etmək üçün bu şəkildə bir qab çəkək. Bu qabın içərisində düşünün 178 qram məhlul var. 178 qram. 10%. 10% nəyin faizidir? Natrium hidroksidin. Deməli 17,8 qram qabda natrium hidroksid var və müəyyən qədər də qabda su var. Nə deyir? Bu qaba 23 qram natrium əlavə edilmişdir. Qaba 23 qram natrium əlavə edilmişdir. Sizə sual verirəm. Qabda məhlulun kütləsi nə qədər olacaq? 178 qram var idi. 23 qram maddə əlavə etdik. Üzərinə 23 gəlsək, məhlulumuzun kütləsi 201 qram edər. Düzdür? Ancaq natriumu bu məhlula əlavə etsək, su ilə reaksiya girdiyi üçün gəlin reaksiyanı yazaq. Alınacaq natrium hidroksid və qabdan hidrogen ayrılıb gedəcəkdir. Məsələni əmsallaşdırdıq. 46 qram qaba əlavə etsəydik, 80 qram yeni natrium hidroksid əmələ gələrdi qabda və 2 qram hidrogen qabı tərk edərdi. Ancaq 23 qram qaba əlavə etmişik. 23 qram əlavə etmişiksə nə qədər natrium hidroksid əmələ gələcək? 40 qram. Bəs qabı nə qədər hidrogen tərk edəcək? 1 qram. Təsəvvür edin ki, qabı 1 qram hidrogen tərk eləyib gedir. Onda məhlulun kütləsi 1 qram azalacaq. Məhlul olacaq nə qədər? 200 qram. Və qabda yeni 40 qram natrium hidroksid əmələ gəldi. 17,8 qram da əvvəldən var idi. Bizdən nə? Natrium hidroksidin kütlə payını istəyir. Əvvəldən olan 17,8 qramın üzərinə yeni əmələ gələn 40 qramı gəldik, bölürük məhlulun kütləsinə 200 qrama. 57,8-i 200-ə bölüb 100-ə vursaq, alacağıq 28,9. Doğru cavab C-dən. Eyni həcmli birinci və ikinci məhlulların qarışdırılmasından alınan məhlulda natrium hidroksidin molyar qatılığını hesablayın. 2 qab verilibdir. Eyni həcmli qabdır. Qabların hər ikisində natrium hidroksid məhlulu var. Birində qatılıq 20%, sıxlıq 1/2, digərində isə faizlə qatılıq 48%, sıxlıq isə 1/5-dir. İndi biz bu məhlulları qarışdırsaq, alınan məhlulda natrium hidroksidin molyar qatılığını tapmalıyıq. Gəlin ilk öncə hər bir qabda ayrı-ayrılıqda natrium hidroksidin molyar qatılığını tapaq. C bərabərdir 10 rho omega bölək Emer düsturundan istifadə edərək birinci qabda olan molyar qatılığı tapaq. 10 vurulsun. Sıxlıq nə qədər verilib? 1/2. Vuraq. Faizlə qatılıq verib 20%. Bölək nisbi molekul kütləsinə 40-a. Buradan 40 ilə 20 gedər 2-nin 1-ə. 12-ni də 2-yə bölsək 6 edər. İkinci qabda qatılığı müəyyən edək. 10 rho omega bölək Emerə. Qiymətləri yerinə qoyaq. 10, sıxlıq nə qədərdir? 1/5. Faizlə qatılıq 48 bölək 40-a. Buradan 10 ilə 40 ixtisar gedər 4-ün 1-ə, 48 ilə 4 ixtisar gedər 12-yə, 12-ni də 1/5-ə vursaq 18 edər. Biz hər bir qabda ayrı-ayrılıqda qatılığı tapdıq. Eyni həcmli dediyi üçün bu məhlullar qarışdıqda
Yeni qatılığı tapmaq üçün əvvəlki qatılıqları toplayıb bölürük həcmlərinə. Həcm axı eyni həcmlidirsə, qarışdıqdan sonra həcm 2 dəfə artacaqdır. Ona görə 6 + 18 bölək 2-yə. Buradan da doğru cavab 24/2 12 edər. A bəndi. Natrium sulfat məhlulunun qatılığını 6 verib, natrium nitrat məhlulunun qatılığını 2 verilib. Və bu məhlullar qarışdırıldıqda natrium ionunun qatılığı verilib 5 və məhlulun həcmi də 800 millidir. Natrium sulfat məhlulunun həcmini müəyyən edin. Dissosiasiya dərəcəsi də 100%-dir. Gəlin məsələni təsəvvür etmək üçün yazın. Düşünün ki, natrium sulfat məhlulu var əlinizdə və ona natrium nitrat məhlulu əlavə edilir. Və bu məhlulların qatılığı verilibdir. Qatılıqları verilib. Birinci məhlul qatılıq 6-dır, ikinci məhlulda isə 2-dir. Və bunlar qarışandan sonra diqqətli olun, natrium ionunun qatılığını veribdir 5 və məhlulun həcmi də 800 millidir. Gəlin belə edək. Maddənin qatılığını 6 verib. Biz buradan natrium ionunun qatılığını tapa bilərikmi ki, bu qatılığı natrium ionunun qatılığına çevirək? O zaman 2-ni vurarıq 6-ya, 12 edər. Düzdür? Burada da maddənin 1 molunda 1 natrium ionu var. Deməli, qatılığı da 2-dirsə, elə natrium ionunun qatılığı da 2 olacaqdır. Artıq biz bu qiymətləri natrium ionlarının qatılığı götürə bilərik. İki müxtəlif qatılıqlı məhlullar qarışanda hansı düsturdan istifadə edirdik? S1 V1 üstəgəl S2 V2 bərabərdir. S son V1 üstəgələk V2. Son məhlulun həcmini də 800 milli veribdir. Yəni V1 ilə V2-nin cəmini 800 milli veribdir. Qatılıqları yerinə yazaq, natrium ionunun qatılıqlarını. 12 vuraq V1 üstəgələk 2 vuraq V2 bərabərdir. Sonda natrium ionunun qatılığı nə qədərdir? 5. Biz burada həcmləri cəminə də 800 yaza bilərik, düzdür? Nə istəyir bizdən? Natrium sulfat məhlulunun həcmini müəyyən edin. Biz V1-i tapmalıyıq, düzdür? Gəlin onda V2-ni əvəz etmək üçün bu bərabərlikdən V2 bərabərdir 800 çıxaq V1 yazaq. V2-nin yerinə gətirək 800 çıxaq V1-i yazaq. Onda nə olacaq? 12 V1 bərabərdir 2 vurulsun 800 çıxaq V1 yazanda elə birbaşa yazsaq 1600 çıxaq 2 V1 bərabərdir 5 dənə 8-in 40, o da 4000 edir. Düzdür? 2 V1 ilə 12 V1 ixtisar getsə 10 V1 bərabərdir. 1600-ü sağa keçirsək 4000-dən çıxsaq 2400. V1-imiz də buradan bərabərdir 240-a. Deməli doğru cavabımız D bəndi olacaq. 200 qram X faizli natrium hidroksid məhlulu ilə 300 qram 4,2 faizli nitrat turşusu məhlulu qarışdırılır. Məhlullar arasında baş verən reaksiya zamanı maddələrdən biri tam sərf olunur. Alınmış, doymamış məhlulda qələvinin kütlə payı duzun kütlə payından 2 dəfə çox olarsa, X-i hesablayın. Məsələni tam təsəvvür etmək üçün yazaq. Natrium hidroksid məhlulu var. Üzərinə nitrat turşusu məhlulu gəlir. Alınacaq natrium nitrat duzu və su. Reaksiyanı əmsallaşdırmağa ehtiyac yoxdur. Natrium hidroksid məhlulunu 200 qram verib, qatılığını bilmirik, müəyyən etməliyik. Nitrat turşusu məhlulu 300 qram 4,2 faizli veribdir. 300 qram 4,2 faizli. Biz buradan neçə qram nitrat turşusu olduğunu müəyyən edərikmi? 300-ü vuraq 4,2 bölək 100-ə. Buradan da edər 12,6 qram nitrat turşusu sərf olunubdur. Bax, diqqət edin, məsələnin şərtində maddələrdən biri tam sərf olunub, alınmış, doymuş məhlulda qələvinin kütlə payı deyir. Deməli, onda qələvidən artıq qalıb. Qələvidən artıq qalıbsa nitrat turşusu tam sərf olunubdur. Qələvinin kütlə payı da duzun kütlə payından 2 dəfə çoxdur. Gəlin yazaq, 63 qram turşu sərf olunanda 85 qram duz alınır. 12,6 qram turşu sərf olunub. Duz nə qədər alınar? 0,2-yə vurduqda 17 qram alınır. 200 qram məhlulla 300 qram məhlulu qarışdırdıqda məhlulumuz 500 qram olur. Düzdür? Və burada 17 qram duz var. 17 qram duz
neçə faiz edirsə, qələvi ondan 2 dəfə çoxdur. Onda deməli qələvinin kütləsi duzun kütləsindən 2 dəfə çoxdur. Yəni 34 qramdır. Artıq qalan qələvinin kütləsini tapdıq artıq. Gəlin görək sərf olunan qələvi nə qədər imiş. 63 qram nitrat turşusu sərf olunanda 40 qram qələvi sərf olunur. 12,6 qram nitrat turşusu sərf olunubsa qələvi nə qədər sərf olunub? 8 qram. Deməli 8 qram sərf olunub, 34 qram da artıq qalıb. Cəmi nə qədər imiş? 42 qram qələvi var imiş. 200 qramın içərisində 42 qram neçə faiz təşkil edər? Onu müəyyən edək. 42-ni 200-ə bölüb 100-ə vursaq, buradan da doğru cavabımızı 21% almış oluruq. 21 elə x-in qiyməti olacaq. Doğru cavab B bəndi.